Salam əziz şagirdlər, 5-ci sinif lisey və gimnaziyalara qəbul sınağı 5-ci izahını paylaşmağa çalışacağım bugün sizlə. Təbii ki, 5-ci sinifdən lisey və gimnaziyaya imtahan vermək bu ildən etibarən olmur, amma sınaqlar olur. Növbəti ildə hazırlaşmaq üçün, 6-cı sinifə hazırlaşmaq üçün biz indi başlayaq ümumi sınaq 5-in izahına. Deməli, riyaziyyat suallarından başlayırıq. 21 sualdan başlayırıq. Deməli, 4'də 3 üstə gələk 1/3'də 2. Sonra mötərizədə bölünsün, 4'də 3 çıxılsın 3'də 1. Təbii ki, əməllər sırasına görə birinci mötərizənin içərisində etməliyik. Birinci işimiz 4'də 3'dən çıxmalıyıq 3'də 1. Ortaq məxrəc 12'dir. Ona görə bunu 3'ə vururuq. Bunu isə 4'ə vururuq. Və bərabər yazırıq. 12'də 9 çıxılsın. Təbii ki, 12'də 4. Sonra alınır 12'də 94 çıxanda 5. 12'də 5 alındı. Daha sonra deməli, bölmə əməli var. İkinci işimiz. 1/3'də 2'ni düzgün olmayan kəsə çevirmək lazımdır. 3'də 5 alınır. 3'də 5'i böləndə deməli 12'də 5'ə tərs çevirmək lazımdır. Bu da təbii ki, bölmə əməli zamanı tərs çevirib vurmaq lazımdır. 3'də 5 vurulsun. Deməli 5'də 12. Bunlar 5'də ixtisa getsə 12'ni də 3'ə böləndə 4. Burada 4 alınır. Və daha sonra toplama var. Üçüncü işimiz. Üçüncü işimiz toplama əməli. 4 aldıq buranı. 4'ün üstünə 4'də 3 gələndə 4 üstünəsində 4'də 3 alınır. 4/4'də 3. Düzgün olmayan kəsə çevirmək lazımdır. 4/4'də 3'ü. O da alınacaq 4'də 4'üm. 4/4'üm 16 üstünə 3 gələndə 19. Deməli, cavabımız 4'də 19 alınır. Cavab C variantı. Bunu qeyd edək burada. C variantı. Daha sonra davam edək. Düzbucaqlı var deyir. Düzbucaqlının uzunluğu 10'dur. Eni də 7 metrdir. Düzbucaqlının otağın döşəməsi hər tərəfdən 1/5 boş qalmaqla xalça salınmışdır. İçərisində xalça var. Hər tərəfdən 1/5 metr ara məsafəsi olmaq şərti ilə. Tam ortasında. Deməli, daha sonra xalçanın sahəsini tapın. Xalçanın sahəsini necə taparıq? Təbii ki, bu 10. Ondan bu 1/5 çıxmaq lazımdır. Buradan da 1/5 çıx. Xalçanın uzunluğunu tapmaq lazımdır. Yəni ondan çıxırıq. 1/5 burada var, 1/5 burada var. Yəni 3 çıxmaq lazımdır. 7. Xalçanın uzunluğu, içəridəki xalçanın uzunluğu 7'dir. Yəni burada belə tapdıq. 7 metr. Sonra isə enini tapmaq üçün yenə 7'dən, burada eni 7'dir otağın. 1/5 buradan çıxmaq lazımdır. 1/5 buradan çıxmaq lazımdır. 7 çıxılsın yenə. 1/5'in üstünə 1/5 gələndə 3 edir. 7'dən 3 çıxırıq. Alır 4. İndi isə 4 alınıbsa 4 metr. Xalçanın uzunluğunu 7 metr, eni 4 metr. Sahəsini tapanda S bərabərdir. Enin uzunluğuna vurmaq lazımdır. 7/4'üm 28 kvadrat metrdir. O da alınır. 22-ci sualda cavab B variantı. Cavab B variantı. Davam edək. 23-cü sual. Uzunluğu bizə nə istəyir? Uzunluğu 40 metr olan düzbucaqlı şəklindəki sahəsinin eni uzunluğunun 8'də 5 hissəsinə bərabərdir. Yenə də bizə düzbucaqlı şəklində sahə verilib. Uzunluğun 40 metr, eni uzunluğunun 8'də 5'i. 40'ın 8'də 5'i 8'də bölüb 5'ə vursaq 48'ə bölsək 5, 5, 5'im 25. Burada 25. Bərabərdir. Bu dirliyin 5'də 3 hissəsi çiyələk. Yəni bu sahənin 5'də 3 hissəsi çiyələk. Qalan hissəsinə isə pomidor əkildi. Pomidor əkilən sahə, çiyələk əkilən sahədən neçə kvadrat metr azdır? Bizdən onu soruşur. Deməli, burada ilk öncə deməli, bunun sahəsini tapaq. Sahənin, ümumi sahənin S bərabərdir. 40 vurulsun 25. Bərabərdir. 40'ı 25'ə vursaq alınacaq. 4'ü 25'ə vursaq alınacaq 100 və bir dənə 0 olur. 1000 kvadrat metr. 1000 kvadrat metrin 5'də 3'ünə çiyələk. 1000'in 5'də 3'ü çiyələk.
1000-i 5-ə bölüb 3-ə vursaq eləyəcək 600 kvadrat metr. 1000-dən 600 çıxsaq 400-də qalır. Bu çiyələkdir. 400-də qalır. Deməli, pomidor əkilən sahəyə 1000-dən. Deməli, deyir ki, pomidor əkilən sahə çiyələk əkilən sahədən neçə kvadrat metr azdır? 600 400-dən təbii ki 200. Cavabımız 600-dən 400 çıxırıq. Cavab 200. D variantı. 23-cü sualda keçirik növbəti suala. Deməli, 24-cü sual. Burada bölünəni 6 dəfə artırıb, ümumiyyətlə bölən qismət. Bunu yazaq birinci. Deyir ki, bölünəni 6 dəfə artırıb, 6 dəfə. Böləni 6 dəfə azatsaq, qismət necə dəyişər? Bölünən artanda qismət də artırdı 6 dəfə. Bölən azalanda qismət artırdı. Tərs mütasibdir bölənlə qismət. 6 dəfə artacaq. Deməli, 6 dəfə elə artsa, 6 dəfə də belə artsa 36 dəfə ümumi artım olacaq. Ona görə də cavab A variantı. Bölünənlə qismət düzüm mütasibəsidir. Yəni, bölünən artırırsa, bölünən qismət də artmalıdır 6 dəfə. Bunu başa düşdük. Sonra bölən 6 dəfə azatsaq, bu bölən azalanda qismət yenə 6 dəfə artmalıdır. Ona görə 6 36 dəfə artıracaq. Cavab A variantı. Sonra keçirik 25-ci suala. Bizdən nə istəyir? 4 yeşikdə üzüm var. Birinci yeşikdə bütün üzümlərin 14-də 3-ü, ikinci yeşikdə 7-də 2-si, üçüncüdə isə 14-də 5 hissə var. Dördüncü yeşikdə üçüncüdən 18 kilogram az üzüm olarsa, ikinci yeşikdə neçə kilogram üzüm var? Hamısını ortaq məxrəc gəlsə daha yaxşı olar. Burada 2-yə vursaq, deməli 14-də 3 birinci yeşikdə, ikinci yeşikdə 14-də 4, üçüncü yeşikdə 14-də 5 və deyir ki, dördüncü yeşikdə bir də oxuyaq, 4 yeşikdə üzüm var. Birinci yeşikdə bütün, yəni dördüncü yeşikdə biz necə tapa bilərik? 3-ün üstünə 4 gələndə 7, 7-nin üstünə 5 gələndə 12 edir. 12 qaldı bizim 14-də 12 olduğu üçün bu üçü. 2 hissə qaldı, o da 4-cü yeşikdə 14-də 2 eləməlidir. 4-cü yeşikdə 3-cüdən, bax bir də oxuyaq şərti. 4-cü yeşikdə 3-cüdən 18 kilogram az üzüm var. Onda belə eləyək də. Bunları çıxaq, bərabərdə 18. 3x bərabərdir, yəni burada x kimi götürsək 3x bərabərdə 18. Çünki 5x-dan 2x çıxdıq, 18. X bərabərdir 18-i 3-ə bölsək 6. Yəni, bir hissəmiz 6-dır. İkinci yeşikdə neçə kilogram üzüm var? İkinci yeşikdə. Bir hissəmiz 6 kilogramdırsa, burada 4 hissə var. 4-ü 6-ya vurarıq. 4 vursun 6. O da ilə 24. A variantı. 25-ci sual A variantı. Keçirik, deməli, 26-cı suala. Bir ədədi 0,5-ə bölmək həmin ədədə hansı əməliyyatı tətbiq etməkdir? Bir ədədi 0,5-ə bölmək. Deməli, gəlin də buna baxaq. Bir ədədi 0,5-ə bölmək. Məsələn, özümdən yazıram 10 ədədi olsun. Onu 0,5-ə bölsək görək nə alınır? Onu 0,5-ə bölsək. İndi fikirləşək. 10 bölünsün 0,5 neçə edir? İkisini də 10-a vursaq, alınacaq 100 bölünsün 5. O da bərabərdir 20. Deməli, bir ədədi 0,5-ə bölmək, məsələn 10 ədədi götürmüşdük. Həmin ədədə hansı əməliyyat tətbiq? 2-yə vurmaq deməkdir. Deməli, 20 alınırsa, demək həmin ədədə 2-yə vurmaq deməkdir. 0,5 bölmək. 2-yə vurmaq A variantı. Doğru cavabımız 26 A variantı. Deməli, keçirik neçənci suala? 27-ci suala. Sonra davam edək. 27-ci sualdan qarşıqa uzunluğu 20 cm olan bir xətt keş üzərində hər dəfə qalan yolun yarısı qədər qət edir.
O dördüncü addımda sonra ümumilikdə neçə kilometr, neçə santimetr yol getmişdir? Deməli, qarşıqı uzunluğu 20 santimetr olan bir xəttkeşin üzərindən hər dəfə qalan yolun yarısı qədər qət edir. O dördüncü addımdan sonra neçə santimetr yol getmiş olar? Deməli, birinci baxsaq, yolun yarısı qədər 20 bölünsün 10 bərabərdir. Daha sonra 20 bölünsün 2 bərabərdir 10. 10 qaldı. 10 da 2'ye bölürük. Bərabərdir 5. 5, 10 getdi, 5 getdi. Sonra 3-cü dəfə 5 bölü 2 alınır. 2,5. 2,5 getdi, qaldı 2,5. 2,5 də bölü 2. Deməli, 2,5 metr santimetr yol qalıb. 2,5'i 2'ye böləndə alınır 1,25 santimetr. Deməli, bu qədər yol gedibsə 4 dəfə. Ümumi 20'dən çıxmalıyıq. 20,00'dan çıxmalıyıq. 1,25. Burada qalacaq 5, 7, 8, 18,75 santimetr qaldı. Bir dəfə yolun yarısı qədər məsafə qət edir ona görə. Deməli, digər sual. Bir qabın 3'te biri doludur. Bir qab 3'ten biri doludur. Qabı 12 litr su əlavə etdikdə qabın yarısı dolur. 12 litr, bax buradan bura. 12 litr su əlavə etdikdə qabın yarısı dolur. Deməli, bu yarım hissə 12 isə, bütöv hissə 12, 24 olacaq. Bir hissəmiz 24 olacaq. İndi baxsaq, qab cəmi neçə litr su tutur? 24 alındısa 24'də 3'e vurarıq. Çünki 3 hissədən ibarətdir. Burada 24, burada 24. 72 alınar D variantı. Sonra keçirik 29-cu suala. Deməli, burada adi bölmə əməli var. Hesablama, yəni burada kəsr xətti bölmədir. 9,1'i 1000'də 13'e bölmək lazımdır. Burada da çıxma var, burada bölmə var. Əməllər sırasında riayət etmək lazımdır. Birinci bu bölməni edək, yəni bu kəsri. Bu kəsri hesablasaq, ikisini də 1000'ə vuracam burada. Çünki naturalda çevirmək üçün vuraq, kəsrdən azad edək. 1000'ə vursaq olacaq 9, 1, 0, 0, yəni 9100. Bir vergülə görə sağa keçir, digər 2 sıfırı da atırıq. Burada isə 13 çıxılsın. Bu ikisini də 1000'ə vuracam. Çünki vergüdən sağda 3 dənə rəqəm var. Alınacaq 90, burada alınacaq 3. Bölünsün. Bölünsün. Bu ikisini də 100'ə vura bilərəm. Burada alınacaq 1, burada alınacaq 10. İndi misalımızı davam edək. Birinci bu bölməni vurmaya çevirməliyik. Ona görə ters çevirəcəm birbaşa. Vurma 10 bura, 1 bura. İxtisar geçsə 1'də 3'e böldük 1, 3'e böldük 30. 30 ona vurduq 300. Bura 300 alındı. Buranı hesablasaq 91'i 13'e bölsək, burada ixtisar geçsək 7 alınır, 700. 700'dən də 300 çıxsaq cavabımız 400 A variantı. Deməli, davam edək. 30-cu sual. 8, 1, A, 5, B. 5 rəqəmli ədədi 5'e bölündükdə qalıqda 3 alınır. Bu ədədin 6'ya tam bölündüyünü bilərək A plus B cəmini ala biləcək ən böyük qiyməti tapın. 5'e bölündükdə qalıqda 3 alınırsa 8, 1, A, 5, B. Qalıqda 3 alınması üçün 5'e bölünəndə sonu ya 3 qutarmalıdır ya da 8 ilə qutarmalıdır. Deməli, bu ədədin 6'ya tam bölündüyünü bilərək 6'ya tam bölündüyünü biliriksə uşaqlar 6'ya bölünmə əlaməti 2'yə və 3'ə bölünməlidir. Ona görə də sonu artıq 3 ilə ola bilməz. Sonu 8 ilə bitirə bilər. B 8'dir. Çünki 6'ya bölünəndə cüt olmalıdır. Ona görə də sonunu 3 ilə bitirə bilmədik. B 8'dir. A plus B cəmini ala biləcək ən böyük qiymət. İndi baxırıq. 3'ə bölünmə qaydasında tətbiq etməliyik. Çünki 6'ya bölünmə əlamətində 3'ə bölünmə qaydası da var. Deməli, rəqəmləri cəmi 3'ə bölünürsə 9, 9'un üstünə 5 gəlsək 14, 14'ün üstünə 8 gəlsək alınacaq bizim üçün 22. 22'nin üstünə də deməli 22 üstünəsin A 3'ə bölünməsi üçün A neçə ola bilər? Təbii ki 2 ola bilər. Sonra 5 ola bilər. Bir də 8 ola bilər. 22'nin üstünə 8 gəlsək A 8-dən çox ola bilər.
Müxtəlif deyir, müxtəlif demirsə 8 və 8 yaza bilərik. A, B müxtəlif demir. Deməli, A-nan B-nin cəmi ən böyük 16 ola bilər. C variantı. 30-cu sualda. Daha sonra 31-ci suala keçək. Burada başqa şərt yoxdur. Hansı ədədin yarısının 4/1'nin cəmi 210 ədədinin 40%-nə bərabərdir. 210'un 40%'ni tapaq birinci. 40%'in B tapıraq. 40%'ə vurub 100'ə bölmək lazımdır. İxtisarlarımızı edək, sıfırlar getdi. 21'i 4'ə vuranda deməli 84. Hansı ədədin x yarısının 4/1'nin yarısı ilə 4/1'nin cəmi 84 alınır. Gəlin də ona baxaq. Hər hansı bir ədəd x ədədi. Yarısı 2'dir. Üstə gəlsin 4/1 də x bölünsün 4'dür. Yarısı bu da 4/1'i. Cəmi 84 alınmalıdır. İndi buna baxaq. Ortaq məxrəc 2'yə vursaq, bunu da 2'yə vursaq. Alınacaq 4'də 2x üstə gəlsin 4'də x bərabərdir 84. Buranı siləm, artıq buna qeyd etdik yəqin ki. Deməli 4'də 3x bərabərdir 84. İndi buranı siləm. Burada çarpaz vursaq 3x bərabərdir 84 vurulsun 4. X bərabərdir 84 ilə 4'ə bölsək, burada 3 ixtisar desək. 84'ü 3'ə bölsək daha doğrusu. 84'ü 3'ə bölsək neçə alınır ona baxaq. Deməli 8'in içində 2 dəfə. Burada 24'ün içində də 8 dəfə. Təbii ki 28. 28'də 4 8'im 32. 4 2'm 8. 3 yadda 112. D variantı. 31-ci sual D variantı alındı. Keçirik növbəti suala. Deməli 32-ci sual. Malikin bir günə düzəltdiyi yeşiklərini sakit 3 günə düzəldir. Onlar birlikdə işə başladıktan bir müddət sonra 168 yeşik düzəldərsə, Malik sakitdən neçə çox yeşik düzəltmişdi? Deməli, Malik və sakit bir günə düzəltdiyini 3 günə düzəldir. Bunu x götürək, bunu 3x götürək. Malikin bir günə düzəltdiyi yeşikləri sakit 3 günə düzəldir. Niyə görə Malik'i 3x götürdüm? Çünki Malik sakitdən daha çox, belə deyim də, daha sürətli işləyir. Cəmi də 168. 3x plus x bərabərdir 168. 4x bərabərdir 168. X bərabərdir 168'i təbii ki 4'ə bölsək alınacaq 42. 42 alındı. Amma bizdən nə istəyir? Bizdən istəyir ki Malik sakitdən neçə çox yeşik düzəltmişdi. Malik sakitdən çıxaq. Qalır 2x. 2x ondan çox düzəldib. Ona görə də 42'ni də 2'yə vuranda 84 B variantı. 42'ni vururuq 2'yə. 84 B variantı alındı. Keçirik 33-cü suala. Deməli 33-cü sualda deyir ki 18 oğlan və 24 qız hər birində eyni sayda oğlan və eyni sayda qız olmaqla komandalara bölünməlidir. Onlar verilmiş şərtə görə ən çox neçə komandaya bölünə bilər? Ən çox neçə komandaya bölünə bilər? Bizə şərt verilib. İndi burada təbii ki 18 və 24'ü sadə vurğularına ayırsaq 9, 3, 3'ə bölsək 1. 24 də 2'yə bölsək 12, 2'yə bölsək 6, 2'yə bölsək 3, 3'ə bölsək 1. Ortaq vurğular, yəni ən böyük əbob 2 və 3'dür. 2, 3, 6. Ən çox 6 qrupa komandaya bölünə bilər. 18 bax 6 komandaya bölsək hər komandada olacaq 3 nəfər. 24 6 komandaya bölsək hər komandada olacaq 4 nəfər. Ümumilikdə bizdən nə istəyir? Bizdən B komanda neçə komandaya bölünə bilər? Əgər hər komandada neçə uşaq olacaq soruşsaydı 3 və 4 toplayıb 7 tapardıq. Cavab B variantı. 33-cü sualda. Deməli 34-cü sual. 34268 ədədində onluqların sayı m. Onluqların sayı tapmaq üçün ona bölmək lazımdır. Yəni sondan bir rəqəm atmaq lazımdır.
426 onluq var. Bu da m deməkdir. Onda bərabərdir m. Sonra miniklərin sayı. Miniklərin sayını deyəndə minə bölmək lazımdır. Yəni sondan 3 dənə sıfır atmaq, rəqəm atmaq. Olacaq 134. Deməli 134 n, yəni minlik. M ədədinin n ədədinə bölünməsinə alınan natamam qismət ilə qalığın cəmini tapın. Uşaqlar, gəlin bölək. 13426-nı 134-ə bölməliyəm. Burada bir dəfə 134 çıxanda 0. 2-nin içində 134 yoxdur. Bura qismətə 0 atırıq. 26-nın içində də yoxdur. Qismətə 0 atırıq. Və qalığımız alındı 26. Qismət, natamam qismət 100, qalığımız 26. Cəmi də 126 D variantı. Deməli, keçirik 35-ci suala. Deməli, 35-ci sualda düzbucaq formada bir lövhənin sahəsi 60 kvadrat santimetrdir. Bu düzbucağın tərəfinin uzunluqları sadə ədədlər deyil və hər iki tərəf 1 santimetrdən böyük tam ədədlərdir. Bu lövhənin perimetri aşağıdakılardan hansı ola bilər? Əgər sahəsi düzbucaqlı deyir. Sahəsi tərəfdən qeydləyək birincisi. B, B, A, A. Sahəsi də S bərabərdir A vurulsun B olmalıdır. O da bərabərdir 60-dır deyir. Onda 60 necə ola bilər? S bərabərdir A vurulsun B bərabərdir 60. 1-i 60-a vuranda 60 alınır. 2-ni 30-a vuranda 60 alınır. 3-ü 20-yə vuranda 60 alınır. 4-ü 15-ə vuranda 60 alınır. 5-i 12-yə vuranda 60 alınır. Bir də 6-nı 10-a vuranda 60 alınır. İndi bizə nə istəyir? Tərəfi 1 santimetrdən böyük olsun. Ona görə də məsələn bu olmaz. Sadə ədədlər haqqında danışmışdım. Sadə ədədlər deyil. Tərəf uzunluğu 2 olmaz. Bax 2 sadədir buradan getdi. 3 sadədir getdi. 5 sadədir getdi. Onda perimetri neçə ola bilər? 4 və 15 qaldı burada. Bir də 6 və 10 qaldı. Görək hansı ola bilər? Perimetri məsələn bunlara 4 və 15 və daha doğrusu bunlara 15. Bunlara 4 versəm perimetri alınacaq. Buradan yazıram. 15, 15, 30. 30'un üstüne 38 alındı. Digər variantda perimetri neçə alınır? Digər variantda deməli 6 və 10 qoysam 10 bura, 10 bura, 6 bura, 6 bura. Perimetri alınacaq 20. 20 üstünə də 32. Uşaqlar, hansı ola bilər deyir bizə? Təbii ki 38 var. Ona görə də C variantı. 32-ni götürmürük. 38-i götürürük. Cavab C variantı. Keçirik 36-cı suala. Tərəfi 15 cm olan kvadratın künclərindən tərəfi 3 cm olan və 4 kiçik kvadrat kəsib çıxarılır. Alınan yeni fiqurun perimetri ilkin kvadratın perimetrindən nə qədər fərqlənir? Deməli, bunu birinci çəkək. Tərəfi 15 olan bir kvadrat. Perimetri olacaq təbii ki 15-15-i 4-ə vuranda 60. Bunu birinci qeyd etmək lazımdır. Bu 15-15-15 olsaydı bu şəkildə 60 olardı. Perimetr. Amma deyir ki kvadratın bütün künclərindən bax buradan və buradan və buradan və buradan tərəfi 3 və 4 kiçik kvadrat, yox, tərəfi 3 cm olan 4 kiçik kvadrat, yəni bura 3'dür, 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 bura 3'dür. Kiçik kvadrat çıxarılır. Alınan yeni fiqurun perimetri için kvadratın perimetrindən nə qədər fərqlənər? Təbii ki fərqlənməz, çünki buradan 3 çıxmışsan, bura gəlmişsən, buradan 3 çıxıb bura gəlmişsən. Hamısında elədir. Hamısında elə o formada olduğu üçün perimetr bir-birindən fərqlənməz. Davam edək. 37-ci sual. Burada biraz qarışıqdır. Üstündə xəttlər var, amma eyb yoxdur. Bir suallar baxaq. Aşağıda şəkildə ABCD kvadratı verilmişdir. Bu E bərabərdir K-dır. 6, nə bilim, bura 4, bura 1. Onların hamısını görürük burada. T'dır 1 cm. EFKT dördbucaqlısının sahəsi necə kvadrat olar? Kvadrat santimetr olur. Burada dördbucaqlının. Ümumiyyətlə kvadratın sahəsini tapaq, böyük kvadratın. Buradan yazım. S bərabərdir A vurulsun B. A vurulsun A daha doğrusu. Bura 6'dır.
Ümumiyyətlə nədir? Bura 4'dür, bura 4, 8. Bura 6'dır, burada 2'dir yəqin ki. Çünki kvadrat deyir. 6'dırsa burada 2'dir. Bura 1'dirsə burada 7 olmalıdır. Ümumiyyətlə sahəsi bizə lazımdır. Yoxsa nəyə lazımdır? Sahəsi lazımdır. Buradan gördük ki, B'dən C'yə qədər məsafə 8'dir. 8, 8'im 64. Ümumi sahə 64. İndi ümumi sahədən S1'i, S2'ni, S3'ü və S4'ü çıxsaq, ortanı taparıq. Bax, bu rəngi yeri. Bu rəngli yerin sahəsini belə tapa bilmirik. Amma o qıraqdakı S1, S2, S3, S4'ün sahəsini rahat tapa bilirik. Niyə görə? Çünki burada düzbucaqlı 3 bucaq yaranıb. S düzbucaqlı 3 bucaq, S3 bucaq yazıram bura. Bərabərdir. S1 yazım. Buranın sahəsini tapmaq üçün enin uzunluğuna vurub 2'ye bölmək lazımdır. 6 vurulsun 4 bölünsün 2. Bərabərdir. 24'ü 2'ye böləndə 12. Buranın sahəsini tapmaq üçün. Buran 12'dir. Sonra buranın sahəsini tapmaq üçün 2'ni 7'ye vurmaq lazımdır. Düzbucaqlı 3 bucağın sahəsini S3'dür bu. Kadetləri bir-birinə vurub bölmək lazımdır 2'ye. 2 vurulsun 7 bölünsün 2. O da bərabərdir 7. Sonra S2'ye baxaq burada. Kadetləri 4 və 2'dir. Ona görə də 4 vurulsun 2 bölünsün 2 alınır 4. Burada isə S4 bərabərdir 1 vurulsun 6 bölünsün 2, o da bərabərdir 3. Hamısının sahəsini tapdıq. S1, S2, S3, S4. İndi onları toplayam. 12, 7, 7 üstə 4 gələndə 11, 11 üstə 3 gələndə deməli burada neçə eləyir? 14. 14. Toplasaq indi. 6, 26. S1, S2, S3, S4, yəni ağ yerlərin sahəsi 26. Qırmızı yerin sahəsini tapmaq üçün 64'dən ümumi sahədən 26'ını çıxmaq lazımdır. O da bərabər alınacaq. Təbii ki, 4'dən 6 çıxsaq 8, 5'dən də 2 çıxsaq 3, 38 cavab D variantı alınır. Deməli, 37-ci sualda. 38-ci sual. Aşağıda verilmiş şəkildə böyük kvadratla kiçik kvadratların tərəfləri arasındakı məsafə 5 cm-dir. Böyük kvadratın tərəfi 40 cm olarsa kiçik kvadratın perimetrini tapın. Böyük kvadratın tərəfi 40 cm deyir. Və bizə deyir ki, böyük kvadratla kiçik kvadrat tərəfləri arasındakı məsafə 5 cm. Buradan 5, buradan 5 olsa 40'dan 2 dənə 5 çıxmalıyıq. O da eləyəcək. 40'dan 2 dənə 5, 10 çıxsaq 30. Bura 30 olacaq, burada 30 olacaq. Və eyni zamanda bu tərəflərdə 40'dan 2 dənə 5, 30, 30. 30, 30, 30. Kiçik kvadratın perimetri alınacaq. B variantı. 30'u 4'e vurduq. 120 perimetr. 39-cu sual. Variantlardakı hər bir fiqur ayaqda bərabər xanalara bölünmüşdür. Hansı şəkildəki rəngli xanaların ümumi sahəsinə uyğun kəsir ən böyükdür? Hansı şəkildə rəngli xanaların ümumi sahəsinə uyğun kəsir ən böyükdür? Bizə istəyir. Gəlin baxaq. Burada rəngli 1, 2, 3, 9 hissəyə bölünüb. 9'da 5. Digəri A variantı. Burada 1, 2, 3, 4. 16'da 1, 2, 3, 4, 5, 6, 7, 8, 16, 8. Sonra bura baxaq. 1, 2, 3, 4, 5, 25'də rənglər sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 13. Sonra burada isə 1, 2, 3, 4, 5, 6, 36'da 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Bizə nə istəyir? Hansı şəkildə rəngli xanaların ümumi sahəsinə uyğun kəsir ən böyükdür? Bir də sayaq sonucunu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. 36, 18. İndi baxaq, müqayisə edək bunları. Birinci baxırıq ki, burada kəsirləri müqayisə etmək lazımdır. Yəni, bu 2'də 1'dir. 8'də bölsək 2'də 1. Bu da 18'də bölsək 2'də 1 alınır. Yəni, düzgün kəsirdir bunlar. 3'də 1'dir. Yarıdır. Amma bunlar yarıdan çoxdur. 9'da 5 və 25'də 13 yarıdan çoxdur. 9'da bax 4,5 olsaydı yarı olardı. Amma yarıdan çox olan bu iki variantdır. Bu iki variant arasında hansı deməli böyükdür, onu axtarmalıyıq. Bunlar yarı idi. B ilə D variantları getdi. Bu iki qaldı. A ilə C variantı.
Müqayisə etmək üçün ortaq məxrəc 9-u 25-ə vuraq. Gəlin. 25-də 9-a vuraq. Yəni, ortaq məxrəc, yəni elə bir-birlərinə vurmaqla tapdıq. Bərabərdir. Daha doğrusu müqayisə etdik. İndi bunu 9-u 125-ə vursaq, 25-i də 9-u 25-ə vursaq, məsələn, A-də alınır, yazmıram. 25-i 9-a vursaq, məsələn, A-də alınır. İndi sürətlərinə baxaq. 5 5 25, 5 2 10, 125. 13-ü 9-a vursaq, 9 27, 9 29 alınır, 117. Yəni biz buradan nə almış oluruq? Deməli, A variantı daha böyük alınır. A variantı. Keçirik hansı suala? 40-cı suala. N və 24 ədədlərinin ən böyük ortaq böləni 12 olduğuna görə ən kiçik 3 rəqəmli M natural ədədi neçədir? Yenə sual oxuyaq. N və 24 ədədlərinin ən böyük ortaq böləni 12-dir. Ən kiçik 3 rəqəmli M natural ədədi neçədir? Burada uşaqlar cavablara baxsaq, 102-ni sınasaq, məsələn 102-nin bölənlərini tapmaq istəsək, bir-bir yazaq. 1, 102 bölünür, 2-yə bölünsə 51, başqa 3-ə bölünsə 34, 4-ə bölünmür, 5-ə bölünmür, 6-ya bölünsə 17, başqa da deməli alınmır. Burada yəni 12 yoxdur ortaq bölənlər arasında. Sonra digər kiçik variantı 108-i sınayırıq. 1, 108, 2-yə bölsək 54, 3-ə bölsək deməli 36, 4-ə bölsək 27, 5-ə bölsək 5-ə bölünmür təbii ki, 108-i 6-ya bölsək neçə alınır? Ona baxaq, 18, sonra 9-a bölsək 12, artıq 12 var və 24-ün də bölənlərin içində 1, 2, 24, 12, 3-ə bölsək 8, 4-ə bölsək 6. Yəni ən kiçik ortaq bölənləri bizə nə istəyir? Ən böyük ortaq bölən təbii ki. Hər ikisində 12-dir ən böyük ortaq bölən. Ona görə cavabımız B variantı. 40-cı sual. Bu riyaziyyat suallarının izahıdır. Növbəti video izahda isə riyazi məntiq 41-dən 60-a qədər olan videoların izahını, sualların izahını sizlərlə paylaşmağa çalışacağım. Videoya bəyənməyi və paylaşmağı unutmayın. Sağ olun.